baxaq. Bu da kayıtsız sualımızdır. Demək müəllimlər, bizə belə bir ilk tipində ədəd verilibdir və bir bərabərdir STR aya, yəni həmin ədədi stringə çevirir. Yəni sətr tipinə çevirir. Artıq o zaman dırnaqda yazacağım. Düzdür? Demək 7, 1, 5, 8, 9, 5 şəklində qeyd edəcəm. Düzdürmü? Sonra deyir ki, həmin bu sətirdə 3-cü indeksi elementə qədər gəl. Bu nə deməkdir? Yəni, başlanğıc verilməyibsə, son verilibsə, son götürülmür. Addım da müsbət 1-dir və başlanğıc verilməyəndə addım da müsbət olduğuna görə 0-cı indeksi elementdən başlayıb yazılır. 0, 1, 2, 3, 4, 5 indekslərim və 3-cü indeksi elementə qədər gələcəm. Yəni 8-ə qədər gələcəm, amma son məlum olduğuna görə, yəni 3-cü indeksli elementi götürməyəcəm. Nəticədə C bərabərdir, olacaq 7, 1, 5. Bunu burada qeyd elədik. Sonra deyir ki, indi buna baxaq. B, buradan qeyd edəcəm, 5, len B, demək, indeksləyəndə 5-dirsə, sayanda 6, 6-dan da 1 çıxacaq, olacaq 5. Mənimlə eyni görürük, görürsünüz, 5, 5. O zaman boş sətr olacaq. Nəticə, üzərinə gələcəyik, boş sətri. 2 dənə sətirdə birləşəndə boş sətirlə yenidən 7, 1, 5 şəklində olmuş olacaq. Sonra deyir ki, indi K-nı icra edək. K bərabərdir int C. Yəni, bunu nəyə çevirəcəyik? Yenidən stringə, demək, stringdədir, intə çevirəcək ədəd tipinə. Olacaq 715. Artıq dırnaqsız yazacaq. Üstə gəlmişsin. Bax, indi birinci nəyi icra edəcək? Demək, STR-nin qarşısında mütərizənin içərisində nə varsa onu icra edəcəm. Ən birinci. Int C, yəni artıq sətr tipində 715-i nə edəcəm? Vuracam 2-yə. Demək, 715-i burada vuraq 2-yə. Vurulsun 2. Demək, 0, burada 3, burada da 1430 olacaq. Düzdür? Hə, indi bax, bu int C vurulsun 2-ni tapdıq, 1430. Bunu da yenidən stringə çevirir. Yəni, sətr tipində olur 1, 4, 3, 0. Düzdürmü? Sətr tipində. Bunun da qarşısına len olduğuna görə, heç bunu yazmağa ehtiyac yoxdur. Gəlin, belə yazaq. Demək, biz bunu buradan, nəticəni buradan qeyd edək. Bu belə oldu. Demək, demək, 1430 düzdürmü? Nəticəsini aldıq. 715-i vurduq 2-yə, oldu 1430 və STR olduğuna görə bunu dırnaqda ifadə elədik. Burada da len var qarşısında. Demək, bunu nə edəcək? Simvolları sayacaq. 1, 2, 3, 4. Oldu 4. 4-ü də 2-yə vuranda artıq bunun nəticəsi oldu 4. 4-ü də 2-yə vuranda oldu 8. 715-in üzərində 8 gələndə oldu 723. Demək, K-nın dəyəri oldu 723. 723 də çap olmuş olacaq. Sadəcə burada nəyə diqqət elədik? Öncə STR-nin qarşısındakı mütərizənin içərisində icra etdik. Yəni 715-i vurduq 1430. Sonra onu stringə çevirdik. Oldu sətr tipində və len də bilirik ki, sətr tipindəki simvolları sayacaq. Oldu lenin nəticəsi necə? 4. Ümumi, yəni bu hissəni aldıq 4. 4-ü də 2-yə vuranda oldu 8. 715-in üzərində 8 gəldi, 723 almış oldu. Sonra